52-ci sualda görək nə deyir bizə? 52-ci sualda sinus x 1 çıx kosinus x olduğu kimi qalsın. Kotangensin əvəzinə kosinus x bölünsün sinus x yazsam əgər. Bundan sonra neyiniyim? Ortaq məxrəc. 1 çıx kosinus x vurulsun sinus x. Deməli, bu ifadəni sinus x-a vuracam. Olacaq sinusun kvadratı x. Elə bir ki, bu ifadəni sinus x-a vurmalıyam. Bu ifadəni nəyə vurmalıyam? 1 çıxılsın kosinus x-a. Düz deyirəm. Kosinus x-i 1-ə vuranda çıxılsın kosinus x. Mənfi kosinus x-a vuranda üstə gəlinsin kosinusun kvadratı x verdi. Uşaqlar, sinusun kvadratı x, kosinusun kvadratı x. 1 çıx kosinus x. Aşağıda da 1 çıxılsın kosinus x var və sinus x-imiz də var. Bununla ixtisar getdi. Cavabımız olacaq nə? 1 bölünsün sinus x olacaq. 52-ci sual bitdi. 52-dən sonra gəldik 53-ə. Görək 53 nə qayırarıq? Uşaqlar, 53 biraz qəşəng bir sualdır. Biraz standartdan kənara çıxır. Deyirsən ki, müəllim, niyə standartdan kənara çıxır? Deməli, belə bir ifadənin qiymətini verir, belə bir ifadəni istəyir. İndi deyərik ki, müəllim, gəl çarpaz vuraq falan filan. Çarpaz vuranda burada ədəd var. Yəni, ürəyimiz istəyən bir nəticəni ala bilmirik də. Yaxşı, müəllim, bəs nə qayraq deyirsənsə, nə edəcəm? Uşaqlar, siz bilirsiniz ki, 1 çıxılsın sinusun kvadratı x-in qiyməti kosinusun kvadratı x-dır da, düzdür. Aşağıda 1 çıxılsın sinus x var. Amma mənə 1 çıx sinusun kvadratı x lazımdır. Onu almaq üçün nə etmək lazımdır? Əgər bu ifadəni götürüb qoşmasına vursam, həmin ifadəni almaq olar, olmaz? Olar. Götürdüm onu da qoşmasına vurdum və həm sürəti vurdum, həm məxrəci vurdum. Məxrəcdə 1 çıxılsın sinusun kvadratı x alındı. Yuxarıda kosinus x və 1 üstə gəlsin sinus x var. İndi bu ifadənin yerinə nə yazacağım? Kosinusun kvadratı x. Uşaqlar, 1 ixtisar gedəcək, 1 qalacaq. Düz deyirəm. Sürətdə qaldı 1 üstə gəl sinus x, məxrəcdə qaldı kosinus x. Təsadüfən bunun qiyməti yoxdur, 1 üstə var. Onun da qiyməti nəyə bərabərdir? 3-də 1. Bu da getdi, 53 də getdi. 53-dən sonra gəldim 54-ə. Görürsən, bu 54-ün necə yazım? 1 üstə gəlsin tangensin kvadratı x. Uşaqlar, eyniliyə görə 1 üstə gəlsin tangensin kvadratı x sizə tanış gəlirmi? Nə yaza bilərəm yerinə? Deməli, 1 üstə gəlsin tangens kvadratı x-in yerinə 1 bölünsün kosinusun kvadratı yazmaq olarmı? 1 çıxılsın tangens x yerindədir. Bunun əvəzinə yazıram 1 bölünsün kosinusun kvadratı x. Razısız mənə? Yenə də 1 üstə gəlsin kotangens x-la işim yoxdur. Bunun əvəzinə nə yazacaqsınız? 1 bölünsün sinusun kvadratı x. Bilirsiniz da? Yəni 1 bölünsün kosinusun kvadratı x-a bölmək bu ifadəyə tərsinə vurmaq deməkdir. Kosinusun kvadratı x-i vuracam 1 çıxılsın tangens x-i. Üstə gəlinsin sinusun kvadratı x-i 1 üstə gəlinsin kotangens x-a vuracam. Ay müəllim, neyək? Vurmanın paylanma qanunu. Vururam içəri. İçəri vuranda kosinusun kvadratı x. Uşaqlar, tangens x-a vuranda olar belə yazım. Kosinusun kvadratı x, tangensin əvəzinə yazım sinus x böl kosinus x. Üstə gəlinsin sinusun kvadratı x. Burada da yazacağım sinusun kvadratı x-i vuranda kotangens kosinus x bölünsün sinus x-a vurdum. Uşaqlar, kosinusun kvadratı x, sinusun kvadratı x. Bir yerdə 1. Burada görün nə gözəl bir şey alınacaq. Kvadratla kosinusun biri gedəcək, qalacaq sinus x, kosinus x. Bu gedib də artıq. Burada da yeni eyni vəziyyət. Üstə gəlinsin sinus x, kosinus x. Biri müsbət, biri mənfi. Bunlar da getdi. Cavabımız nə oldu? Cavabımız oldu 1. 54-də getdi. 55-ə qəşək baxaq, görək nədir 55. 55 maraqlı bir sualdır. 55-ci sualda neyniyək? Ortaq məxrəc. Ortaq məxrəc sinusun kvadratı x vurulsun kosinusun kvadratı x. Məlum məsələdir ki, bunu kosinusun kvadratı x-a vuracaq, bunu da sinusun kvadratı x-a. Yuxarıda oldu kosinusun kvadratı x, üstə gəlinsin sinusun kvadratı x. Sürət mənə 1 verir. Məxrəc də bayaqdan danışdığımız bir ifadədir əslində. Nəyə çatışmır uşaqlar? 2-nin kvadratı 4-dür.
Onda sürəti də 4-ə vurdum. Misal oldu 4 bölünsün sinus 2x-in kvadratı. Ay müəllim, biz bu məxrəcin qiymətlər çoxluğunu tanıyırıq. Biz bu məxrəcdə bunun qiymətlər çoxluğunu tanıyırıq. Kvadrat olduğuna görə minimal qiyməti 0, maksimal qiyməti neçədir? 1-dir. Qoyaq yerinə mi? Qoyaq. 4-ü böləcəm 0-a. Bir qolumuz budur. 4-ü 0-a böləcəm. Bir qolumuz da 4-ü böləcəm 1. Ay müəllim, 4-ü 1-ə bölə bilirəm. Əla. Bəs 4-ü 0-a bölmək nə deməkdir? Uşaqlar, yadınızda saxlayın ki, başa düşürəm. 0-a bölmə əməliyyatı yoxdur. Amma 4-ü 0-a böləndə əslində bizdə bir sonsuzluq əmələ gəlir. Deyərsən ki, müəllim, niyə 4-ü 0-a böləndə sonsuzluq əmələ gəlir ki? Bax, əgər 4-ü 0.1-ə bölsəydim, cavab alınardı nə? 40. 4-ü əgər 0.1-ə yox, 0.100-ə bölsəydim, cavab alınardı nə? 400. 4-ü 0.1000-də 1-ə böləndə cavab alınar 4000. Fikir verirsiniz, məxrəc 0-a yaxınlaşdıqca qiymət get-gedə nə qayırır? Maksimala qalxır. Ona görə də bundan sonra ümumiyyətlə yadınıza saxlayırsınız ki, hansısa bir ədədə 0-a böləndə cavabınız nə olacaq? Sonsuzluq. Hansısa bir ədədə sonsuzluğa böləndə cavab nə olacaq? 0. Yaxşı. Yəni qiymətlər çoxluğunda bu anlayışdan çoxlu istifadə edəcəyik. Deməli 4-ü 0-a böləndə sonsuzluq, 4-ü 1-ə böləndə cavab 4. Qiymətlər çoxluğumuz nə oldu? 4 ilə sonsuzluq oldu. Düzdür, bunun başqa yolu da var. Amma neysə də başqa yolundan danışmayacağam. Elə bu yolu bilsəz, yəni bunu xahiş edirəm öyrənməlisiniz. 4-ü 0-a böləndə sonsuzluq, 4-ü sonsuzluğa böləndə 0 olmağın öyrənin. 55 də belə getdim. 56-cı sual, görək 56-cı sualda nə deyir? 56-da nə deyir? Tangensin qiymətini verib, kosinus, sinus, əla. Deməli, hansı yoldan istifadə edəcəyik? Tangensin elə qeyd birimiz idi deyəsən. Tangensin əvəzinə sinus x bölünsün kosinus x yazım mı? Yazdım. Sinus x-in əvəzinə harda sinus x görəcəmsə yerinə nə yazacağım? 2 dənə kosinus x yazacağım. Yazıram. Kəsir xəttimi çəkdim. Kosinusun kubu x yerində. Üstə gəlinsin. Dedim ki, sinusun əvəzinə 2 kosinus x yazıb qaldırıram kuba. Yenə də burada da 2 kosinus x yazıb qaldıracağım kuba. Burada da 2 kosinus x yazıb kvadrata qaldıracağım. Və bir dənə də bölündə kosinus x qaldı. Kosinusun kubu x. Üstə gəlinsin 2-nin kubu 8 dənə kosinusun kubu x. 8 dənə kosinusun kubu x. Xahiş edirəm, belə ixtisar eləməyin ha. Toplama var, çıxma var, ixtisar ola bilməz. 2-nin kvadratı 4 eləyir. 3-ə də vuranda 12 dənə. Uşaqlar, kvadrata qaldıranda kvadrat versə də bir dənə də yanlarında kosinus x olduğuna görə kuba çevrildi. Kosinusun kubu x. Sürətdə 1-i burada, 8-i burada. 9 dənə kosinusun kubu x. 8-i burada, 12-si burada. 20 dənə kosinusun kubu x. Bunlar da ixtisar getdiyinə görə cavab nə olacaq? Cavab olacaq 20-də 3. Bu da belə. Bu da bizim 56-cı sualımız. 56-dan sonra gəldim 57-ci suala. 57-ci suala baxıram. Kotangens 7x bölünsün 34. Bu 7x bölünsün 34 var ha. Yəni bu sizi çaşdırmasın. Bu sizin üçün gözünüzdə bir alfadır sanki. Yaxşı, bu bir alfadır bizim üçün. Elə bil ki, deyir ki, kotangens alfanın qiyməti 7-yə bərabər. Nə gözəl. Bəs məndən kosinus alfanı mı istəyir? Yox, kosinus alfanı istəmir. Fikir verin, 7x bölünsün 34 deyil, 7x bölünsün 17-dir. Mən də yazanda əvvəlcə elə bilmişəm 34-dür, sonra baxdım ki, yox 17-dir. Yəni, elə bil 7x bölünsün 34-dən 2 dəfə çoxdur. Yəni 2 qatıdır. Sənindən nə istəyir? Kosinus 2 alfanı. Kotangens alfanın qiymətini verib. Amma səndən nə istəyir? Kosinus 2 alfanı. Ay müəllim, kosinus 2 alfanı nə deməkdir? Bayaq düstur dedim. Kosinus 2 alfanın qiyməti bərabərdir. Kosinusun kvadratı alfadan, sinusun kvadratı alfanı çıxmalıyam. Deməli, kotangensin qiymətini verib, amma mənə kotangens yox. Kosinus və sinus lazımdır. Ay müəllim, necə tapacağım? Bir trigonometrik funksiyadan digərinə keçəndə nədən istifadə edirik? Üçbucaq qaydasından. Alfanı qoydum. Kotangens, bizdə 7 bölünsün 1 deməkdir. Kotangens nə idi? Bitişiyin qarşıya. Bitişiyimiz 7-dir, qarşımız 1-dir. Hipotenuzumuz neçədir? Kökün altında 50. 49, 1. 50 də bilirsiniz yəqin Pifagor teoreminə görə. Uşaqlar, kosinus nə demək idi? Bitişiyin hipotenuza 7 bölünsün kök 50. Kvadratı lazımdır. Kvadratı lazımdırsa yazacaqsan
49 bölünsün 50. Uşaqlar, sinus nə deməkdir? Sinus nə deməkdir? Qarşının hipotenuza kvadratı lazımdırsa, yəni 1 bölünsün 50. Mənə deyir ki, bunları çıx bir-birindən. Çıxacam. 50-də 49-dan 50-də 1 çıxanda cavab eləyəcək 50-də 48. Yəni cavabımız olacaq 2-yə vursaq 100 burada 98 neçə eləyir? 96 eləyir. 96 o da eləyəcək 0.96. Belə 57-nin də cavabı 0.96 oldu. Sonra 57-dən sonra gəldik 58-ə. Görək 58-dən nə ayırarıq? Baxaq görək 58-dən nə edək? 58-ə düşünək. Nə edə bilərik? Ortaq məxrəc eləyə bilərik. Ondan sonra belə bir şey istəyirəm eləyəm. Balaca yer götürmüşəm buna. Biraz buna böyük yer lazım olacaq. Bir dənə gözləyim, başqa bir dəftərdə, vərəqdə yazım. Kosinusun kubu alfa. Kosinusun kubu yox. Burada belə yazmaq olar da. Kosinusun kvadrat alfa vur kosinus alfa. Yazmaq olar da yəqin ki, düzdür. İndi deyirsən ki, mən niyə elə yazdım ki? Bu kosinusun kvadratı alfanın yerinə 1 çıxılsın sinusun kvadratı alfa yazmaq olar mı, olmaz mı? Eyniliyə görə. Bəli, yazmaq olar. Bəs yaxşı, yazma səbəbim nədir? Yazma səbəbim, ancaq birinci hissəni hələ işləyirəm. Yazma səbəbim nədir? Yazma səbəbim odur ki, bura müxtəsər tətbiq edəcəm. 1 çıx sinus alfa, 1 üstə gəlinsin sinus alfa və kosinus alfa. Burada da 1 üstə gəl sinus alfa. İxtisar gedəndən sonra vurmanın paylanma qanununa görə kosinus alfa çıxılsın sinus alfa vur kosinus alfa ifadəsi alındı. Bu nəyin cavabıdır? Birinci hissənin cavabıdır. Buranın cavabıdır. Yaxşı mı? İkincinin cavabını hesablayıram. Sinusun kub alfanı da yenə yazacağım. Sinus alfa vur sinusun kvadratı deyildi. Sadəcə onun yerinə yazıb 1 çıxılsın kosinusun kvadratı alfa. Aşağıda da 1 üstə gəl kosinus alfa. Yenə də müxtəsər vurma düsturu. 1 çıx kosinus alfa, 1 üstə gəl kosinus alfa. Aşağıda da 1 üstə gəlsin kosinus alfa. İxtisar getdi. Yenə vurmanın paylanma qanununa görə cavab olacaq sinus alfa çıxılsın. Sinus alfa vurulsun kosinus alfa. Razısınız mənimlə? İndi qoyuram yerinə. Misal necə idi? Bu ifadədən bu ifadəni çıxmalıyam. Birinci ifadənin cavabı nə oldu? Birinci ifadənin cavabı. Birinci ifadəmizin cavabı buydu da, düzdür. Yazıram. Kosinus alfa çıxılsın sinus alfa kosinus alfadan. İkincinin cavabını çıxmalıyam. İkincinin cavabı budur. Sinus çıxılsın sinus alfa. Uşaqlar, burada mənfi, burada mənfi. Baxın, toqquşdu, üstə gəlinsin sinus alfa və kosinus alfa. Bu ifadələr bir-birinə ixtisar getdi. Son cavab kosinus alfa ilə sinus alfanın fərqi. Görürsən, belə cavab varmı? Neçənci sual idi? 58-ci sual. Bəli, var mı? Var. Neyse, bu da belə getdi. Gəldim 59-cu suala. 59-cu sual neyiniyək görüm? Vurmanın paylanma qanunu görürsən, eləsəm yaxşı olar mı? Yox. Hələ 3 qalsın. Görək bu ifadəm niyə bizə verib. Sonra bəlkə eləyərik. Sinus alfa yerində, kosinus alfa yerində, tangensin əvəzinə yazacağım. Qeyd 1 idi da deyəsən. Sinus alfa bölünsün kosinus alfa. Açdım. 3 dənə sinusun kvadrat alfa üstə gəlsin. İkini də olduğu kimi götürdüm. Kosinus alfa ixtisar getdi. 3 vurulsun 1 çıxılsın. Sinus alfanı sinus alfaya vurdum. Sinusun kvadrat alfa. Üstə gəlinsin 3 dənə sinus kvadrat alfa plus 2. Uşaqlar, birdən sinusun kvadrat alfanı çıxanda kosinusun kvadratı verir. 3 dənə kosinusun kvadrat alfa. 3 dənə sinusun kvadrat alfa plus da 2. İndi uşaqlar, buranı siz görən kimi, deməlisiniz ki, müəllim, buranın cavabı 3'dür. 3 bu, 2 də bu, toplam 5. İndi niyəsin bir dəfə deyirəm, burada bir də deməyəcəm. Niyəsi də odur ki, 3'ü möhtərizənin xaricinə çıxarsaydın, kosinusun kvadrat alfa ilə sinusun kvadrat alfa qalardı möhtərizənin daxilində və bu da bizə cavab 1 verir. 1'i də 3'ə vurduq. 3 üzərinə 2 gəldi. Yenə gördünüz ki, cavabımız neçə oldu? 5 oldu. 59'dan da işimiz qutardı. Gəldim 60-cı suala. Uşaqlar, 60 eynisindən də baxmıram. Artıq video çox uzun olur. İstəmirəm, yükləyəndə problem olur mənim üçün. 61'də baxıram. Hasil var.
Kvadratlar cəmini istəyir. Tangensin nə yazaq bura görəsən? Nəyi tətbiq eləyə bilərik bura? Kvadratlar cəmimizi eləyə bilərikmi? Düz köçmüşəm. Yox, düz köçürtməmişəm. Hasil necə olsun, nə 4 olsa, hasilimiz eyniliyə görə 1 olmalı deyil. Səhv köçürtmüşəm, bu üstə gəlməsidir. Möhtəşəm onda, heç bir problem yoxdur. Hansı düstur tətbiq eləyəcəm? Bunu A gözü ilə görsəm, bunu B gözü ilə görsəm. Elə bil A kvadratı üstə gəl B kvadratından söhbət açırıq. O da mənə A üstə gələnsin B-nin kvadratı çıxılsın 2AB verirmi? Verir. Sadəcə A-mız bizdə tangens alfadır, B-miz də kotangens alfadır. Düzdür? Yenə də A-nın yerinə tangens alfa və kotangens alfanı yazdıq. Uşaqlar, cəmimizi 4 veribmi? Kvadratı 16. Hasil də bilirsiniz də 1-dir eyniliyə görə. Onun da cavabı neçə oldu? 14 oldu. 61-dən də yolumuzu ayırdıq. Gəldik 62-yə. 62-də nədir? Məncə bunu özünüz görə bilərsiniz deyə düşünürəm. Sinusun kvadrat x-in yerinə 1 çıxılsın kosinusun kvadrat x yazaqmı? Yazdıq. Sinusun kvadrat x-in yerinə 1 çıxılsın kosinusun kvadrat x yazaqmı? Yenə yazdıq. Uşaqlar, bunu müxtəsərlə açsaq, 1 çıx kosinus x, 1 üstə gəlinsin kosinus x. 1 üstə gəlinsin kosinus x. Burada da 1 çıx kosinus x, yenə eyni şey yazıram. 1 üstə gəlinsin kosinus x. Burada da 1 çıxılsın kosinus x. Nə oldu? Üstə gəlmələrimiz burada ixtisar getdi, çıxmalarımız da burada ixtisar getdi. Əlimizdə qaldı 1 çıx kosinus x birinci ifadədən, 1 üstə gəlsin kosinus x ikinci ifadədən. Mənfi ilə müsbət getdi, son cavabımız nə oldu? Oldu 2. 63 də bitdi. 63-dən sonra gəldim 64-ə. Uşaqlar, 64-cü sualı mən izah eləmək istəmirəm. Çünki 64-cü sualın eynisindən, görüm harada izah eləmişdim sizə. Bir dənə tapım, nömrəsini deyirəm, qayıdıb həmin videoya uzaqbaşı baxırsınız. Yəni, trigonometrik eyniliklərin 34-cü suala qayıdırsınız, 34-cü suala. 34-cü suala baxacaqsınız. 34-cü sualda baxanda görəcəksiniz ki, uşaqlar, elə bu hissənin cavabı bilirsiniz nəyə bərabərdir? 1, niyəsini də orada isbat eləmişəm. Və ona görə də cavabımız nə olacaq? Cavabımız olacaq 0. 64-ün izahını vermirəm. Özünüz qayıdıb orada baxacaqsınız. 65-ə baxaq. Görə 65 nədir? Fikir verirsiniz, tangensi verib kosinusu istəyir. Bir trigonometrik funksiya verilib, digərini istəyir. Əlbəttə ki, üçbucaq qaydasına əsasən. Tangens nə idi? Qarşının bitişiyə. Qarşı 1, bitişi 2, hipotenüs kökün altında 5. Uşaqlar, bilirsiniz də niyə görə yazıram onu? A kvadrat üstə gəlsin, B kvadrat bərabərdir C kvadrat əsasən. 1, 2-nin kvadratı 4, toplayanda 5, ona görə kökün altında 5 olur. Uşaqlar, nə axtarıram? Kosinüs axtarıram. Kosinüs nə idi? Kosinüs bitişiyin hipotenusa. 2 bölünsün kökün altında 5. Kvadratı mənə nə verəcək? 4 bölünsün 5. Deyirsən, mən niyə kvadratından söhbət gedir ona görə. Qoyacam yerinə 8 çıxılsın 5 vurulsun. Bu ifadəni yerinə yazacam 4 böl 5. 5'lər də ixtisar getdiyinə görə 8 çıxılsın 4. Cavabımız neçə oldu? 4 oldu. 66-cı suala baxıram. Kotangensi verib burada. Yenə üçbucaq qaydası ilə alfanı qoyuram bura. Fikir verirsiniz, həmişə alfanı eyni yerə qoyuram ki, yəni o mexanizm beynimdə qarışmasın. Həmişə eyni yerə qoyum. Kotangens nə idi? Bitişiyin qarşıya. 1, 3. Hipotenüs da neçə olacaq? Kök 10. 9, 1, 10. Kökün altında 10. Uşaqlar, nə lazımdır bizə? Sinus lazımdır. Sinus nəyə nisbəti idi? Uşaqlar, nə axtarıram? Sinus. Sinus nəyə idi? Qarşının hipotenusa. 3 bölünsün, kökün altında 10. Kvadratı lazımdır deyə kvadratda qaldıranda 9 bölünsün 10. Düzdür? Yəni, burada yazacağım ki, 12 çıxılsın 10 vurulsun, 9 bölünsün 10. Onlarımız ixtisar gedəndə 12 çıxılsın 9 və bunun da cavabı nəyə bərabərdir? 3-ə bərabərdir. 66 da belə.
66-dan sonra gəldim 67-yə. 67 qəşəng sualdır. Eyniliyə görə uşaqlar, argumentlərimiz eyni olanda tangens alfanın kotangens alfaya hasili nəyə bərabərdir? 1-ə bərabərdir. Eyni olanda. Amma bunlar fikir verirsinizsə eyni deyil. Amma cavab 1-dir. Deməli, eyni görünüşü olmasa da, amma eynidir. Yəni, sən onunla qayıracaqsan, bərabərləşdirəcəksən. Bərabərləşdirdim. Nə görürəm? Kvadrat tənlik. Bizdə kvadrat tənlikdə hamısını bir tərəfə sola keçirtməliyəm. Keçirdirəm. Keçirtdim. Keçirtdim. Nə baş verdi? 3a kvadratından 2a kvadratını çıxdım. A kvadratı. 5a'dan 9a'nı çıxdım 4a. 8-dən də 20'ni çıxdım 12 bərabərdir 0. Uşaqlar, kvadrat tənlikdir. Viyetlə yazacağım. Köklərin hasili neçə olmalıdır? -12. Cəmi neçə olmalıdır? 4. 12 əldə etmək üçün yəni 1-12 variantı var, 3-4 variantı var, 6-2 variantı var. Amma nədən 4 yarada bilərəm? 6-2-dən. Bəs yaxşı, hansına mənfi qoyacam buna? Vuranda -12, toplayanda 4, əksi lazımdır, super. İndi bizdən görək 67-də A-nın müsbətini istəyir, mənfisini istəyir, nə istəyir? A-nın hansı natural qiyməti istəyir? Ona görə də 6 cavabını götürəcəksiniz. 67. 68'ə baxıram. 68 67'nin eynisindəndir. Burada da eyniliyin sinusun olan variantını verib. Amma iç argument eyni olmalıydı. Yəni 3a kvadratı çıxılsın 5a üstə gəlsin 3. 2a kvadratı çıxılsın 4a üstə gəl 9'a bərabər olmalıydı. Hamısını keçirdirəm sola. Hamısını keçirdirəm sola. Keçirtdim. Sonra a kvadratı çıxılsın 9'a çıxılsın. Düzmü yazdım? Səhv yazdım. A kvadratı -5a 4a çıxılsın a. 3'dən də 9'u çıxdım. -6 bərabərdir 0. Yenə də Viyetlə kök tapmağı öyrənin. 6'nı almaq üçün 1-6 variantımız var, 2-3 variantımız var. Əlbəttə 2-3'ü götürəcəm, çünki toplayanda da 1 eləməlidir. Hansına mənfi verəcəm? Yenə də -2. Vuranda -6, toplayanda -1, əksi də burada əla. Yenə yəqin A-nın naturalını istəyər, cavab 3. Naturalını istəməz, digərini götürərsiniz, bilmirəm də. 69'a baxıram. Kotangens alfa bərabərdir 3'də 1 belə bir ifadəni istəyir bizdən. Uşaqlar, buradan tez sinusun kvadrat alfanı çıxardıram çölə ki, görüm nə verir mənə. Qalacaq 1 çıxılsın kosinusun kvadrat alfa. Nə yazıram mən? Sinusun kvadrat alfanı çıxardıram çölə. 1 çıxılsın sinusun kvadrat alfa. Niyə elə yazıram? Çünki beynimdə artıq onun kosinusu kvadrat alfa olacağını bilirəm. Yəni, ona görə avtomatik beynim onu yazır. Sinusun kvadrat alfa, bu da mənə nə verir? Kosinusun kvadrat alfa. Uşaqlar, bu tanışdımı sizə? Bu tanışdımı sizə? Bayaqdan deyirəm, bunun nəyə ehtiyacı var? 2'nin kvadratına. 4'ə vurdum, böldüm. Yuxarı mənə verəcək sinus 2 alfanın kvadratı bölünsün 4. Deyirsən, mən bu nədir yazdım, heç bilmirəm nə yazdım. Sadəcə bunları görən kimi ağlıma gəldi ki, 4'ə vurum. Yəni bu cavab gəlib nəyə çıxar? Buna çıxar. Amma bizdən onu istəmirmiş. Bizdən nə istəyir? Bizə kotangensin cavabını verir. Kotangensin cavabını verib ki, 3'də 1'ə bərabərdir. Uşaqlar, kotangensin cavabı 3'də 1'dirsə və məndən fikir verin nələr var? Sinuslar. Deməli, mən üçbucaq qaydasına getməliyəm. Üçbucaq qaydasına gedəndə alfamı qoydum. Kotangens 3'də 1'dirsə, bitişiyimiz 1, qarşımız 3, hipotenuzumuz nədir? Kökün altında 10. Uşaqlar, sinusumuz nə idi? Qarşının hipotenuza 3 bölünsün, kök 10. Ay müəllim, mənə sinus lazım deyil. Sinusun kvadratı lazımdır. Lap yaxşı, qaldıraq kvadrata. 9 bölünsün 10. Ay müəllim, bir də mənə 4-cü dərəcəsi lazımdır. Yaxşı, yenə qaldıraq. Bu ifadəni bir dənə qaldırıram. O da olacaq 81 bölünsün 100. Deməli, bu aşağı hissəsini heç boş yerə yazmışam. Ehtiyac yox imiş. Yəni, 9 bölünsün 10'dan, yəni 100'ə gətirsək, 90 bölünsün 100'dən, 81 bölünsün 100'ü çıxacaqsın. Yəni 9 bölünsün 100, 0'dan 100'ə 9 olacaq cavabımız. Bu da belə gəldik 70-ci suala. 70-ci sualda
Tangens x üstə gəlsin, kotangens x-in 3 olduğunu verib. Möhtəşəm, verib lap gözəl. Uşaqlar, yuxarıda kub üstünü görürəm, əlbəttə açacağım. Bir dənə baxım görüm düzmü köçürtmüşəm, 70. Bəli. Açıram. Tangens x çıxılsın kub üstünə görə də kotangens x. Yanında natamam kvadratı. Tangensin kvadratı x. Üstə gəlinsin kotangensin kvadratı x. Bir də üstə gəlinsin tangens x-la kotangens x-in hasili. Aşağıda da məndə tangens x-la kotangens x-in fərqi var. İxtisar getdi mi? Getdi. Ay müəllim, əla, bunun bilirəm qiymətim 1-dir. Eynilikdir da. Bəs yaxşı. Bunu hardan tapacağım? Axı mən sizə həmişə deyirəm ki, tangenslə kotangensin cəminin, fərqinin sinusda da eyni vəziyyətdə görsən, neynə? Kvadratda qaldır. Yaxşı, kvadratda qaldıranda nə baş verəcək? Bax, bunu kvadratda qaldıranda birincinin kvadratı, ikincinin kvadratı, üstə gəlinsin birinci ilə, yəni tangenslə, kotangensin hasilinin 2 misli də bərabərdir 9. 3-ün kvadratı 9. Yəni bu ifadəni axtarıram. Tangensin kvadratı x üstə gəlinsin kotangensin kvadratı x üstə gəlinsin 2 bərabərdir 9-a. Yəni tangensin kvadratı x üstə gəlinsin kotangensin kvadratı x bərabərdir 7-yə. Uşaqlar, axtardığımız cavab neçəymiş? 7. Yəni buranın yerinə nə yazacaqsan? 7. Üstə gəlinsin. Bu da mənə verir 1. Yəni cavabımız neçədir? Cavabımız oldu 8. 70 də belə getdi. 70-dən sonra 71. Sinus alfa bərabərdir kotangens alfa. Bu nədir? Niyə belə yazıblar? Heç nə. Sinus alfa qalsın yerində. Yəni sinus alfanı onsa neyə bilərəm? Kesin eləyə bilmərəm də. Kotangensimizin əvəzinə kosinus alfa böl sinus alfa yazaram mı? Yazdım. Çarpaz şəkildə vuranda kosinus alfanın əvəzinə nə yaza bilərsən? Sinusun kvadratı alfa. Burada kosinus alfa var ha. Onun əvəzinə demək istəyib ki, gətir, nə gözəl. Hər ikisinin mənfisini qoysam çölə. Kosinusun kvadratı, sinusun kvadratı alfa. 1, 4-dən də 1 çıxanda cavabımız oldu neçə? 3 oldu. 71-də qutardım. 72. Uşaqlar, 72-yə diqqətlə baxaq, çünki buraxılışa düşmüş sualdır. Yaxşı. Yenə də bunu qeyd dəftərinizə qeyd edə bilərsiniz ki, uşaqlar, tangens alfa ilə kotangens alfanın cəmi 1 bölünsün, sinus alfa vurulsun, kosinus alfa ilə eyni şeydir. Yəni, bax, bu orta hissə var ha. Bunun qiymətini... Bunun cavabı nəyə bərabərdir? 3-ə. Əlbəttə ki, indi soruşa bilərsən, müəllim, niyə eynidir da? Qeyd dəftərinizə bunu istəsəz qeyd edə bilərsiniz. Niyəsini gəlib göstərək. Tangensin əvəzinə sinus alfa bölünsün kosinus alfa yazaram mı? Kotangensin əvəzinə də kosinus alfa bölü sinus alfa yazaram mı? Ortaq məxrəc eləyək mi? Ortaq məxrəcəmiz sinus alfa ilə kosinus alfanın hasili. Sinus alfanı sinus alfaya vuranda kvadratı, kosinus alfanı kosinus alfaya vuranda kvadratı. Sürət mənə 1 verdi, məxrəc də gördüyünüz kimi. Gördünüz niyə eynidir? Gördünüz, möhtəşəm. İndi buna bax, kvadratları bir-birindən ayırıblar. Olmaz. Xahiş edirəm. Onları bir-birinə yaxınlaşdırın. Bunun cavabını ispat elədikdə bunun cavabı nəyə bərabərdir? 3. Ay müəllim, bunu hardan tapaq? Bunu bayaqlarım demişdik. Cəm verib kvadratlar istəyir. Əlbəttə kvadratda qaldıracaqsan. Nəyi? Buradakı ifadəni. Bu tangens alfa üstə gəlinsin. Kotangens alfa var idi ha. Bunun cavabı 3 da. Kvadratda, görəsən kvadratda qaldıranda nə baş verəcək? Bunun cavabı 9 deyil ama onu eləməyin qəti şəkildə. Birincinin kvadratı, üstə gəlinsin ikincinin kvadratı, bir də hasilin 2 misli. O da bərabərdir 9-a. Tangensin kvadratı x üstə gəlinsin kotangensin kvadratı alfa idi, x idi, nəsə elə yazmışam ki, bir-birinə oxşayır, x olsun. Bilirsiniz ki, tangensin kotangensi bir-birinə vuranda 1 eləyir. Biri də 2-yə vurdum 2. Aldıq ki, tangensin kvadratı x-la kotangensin kvadratı x-in cavabı neçədir? 7. Yəni bu ifadənin cavabı 7. 7-dən də 3 çıxacaqsınız. Sonuc 4 oldu. 72-də qutardım. 73 nədir?
Deməli deyir ki, sinus alfa ilə kosinus alfanın fərqi belə bir şeydir. Kosinus 3 alfanı istəyir. Uşaqlar, fərq görmüşəm. Görürsünüzmü? Nə qayırım? Kvadda qaldırım. Kvadda qaldıranda birincinin kvadratı, ikincinin kvadratı, bir də sinus alfa ilə kosinus alfanın hasilinin ikimisili və bunun da cavabı necə olacaq? 7-də 4. Razısınız mənlə? Uşaqlar, bunun da cavabı 1-dir də. 1-dən çıxacaq. Bəlkə bu sizə tanış gələr. Bu nədir? Sinus 2 alfa deyil. Sinus 2 alfadır. O da bərabərdir 7-də 4-ə. Yəni aldım ki, sinus 2 alfanın cavabı uşaqlar neçədir? 1-dən nə çıxım? 7-də 4 çıxım. 1-dən 7-də 4 çıxım. 7-də 3. Ay müəllim, mənə kosinus 2 alfa lazımdır axı. Necə tapım? Necə taparsan? Axı biz bilirik ki, kosinus 2 alfanın əvəzinə kvadratı, kosinus 2 alfanın kvadratının əvəzinə 1 çıxılsın sinusun kvadratı 2 alfa yazaram mı? Yazaram. 1-dən çıxacam 49-da 9-u. Cavab elədir 49-da 40. Yəni, heç kvadratı lazımdır, onsuz da mənə. 49 vurulsun kosinusun kvadratı 2 alfa lazım deyil. 49'u 49'da 40'a vuranda biraz bir uzaklaştırım. Son cevabımız ne olacak? 40 olacak. İndi birdən soruşa bilərsən ki, ay müəllim, bu düstur hardan gəldi? Eyniliyə görə kosinusun kvadratı alfa 1 çıxılsın sinusun kvadratı alfa demək deyil. Yəni burada alfanın əvəzinə sabahlarım 2 alfa versə, bu düsturdan imtina edəcəm ki, yox, istifadə eləmirəm. Əlbəttə istifadə edəcəm. Yəni əsas məsələ odur ki, buradakı arqumentdən buradakı argument 2 alfadır, 2 alfadır. Vəssalam. Yəni tətbiq edə bilərik. 73 də belə. Gəldim 74-cü suala. 74-cü sualda belə bir tənasüf verib, cavabı A verib, görəsən, A-nı istəyir məndən. Görəsən bu nə deməkdir? Bir çarpaz vuraq görə bu çarpazlıqdan mənə nəsə verərmi? Çarpaz şəkildə vuranda görürəm ki, yazıram 4 dənə kosinus x bərabərdir 2 kök 5 sinus x. İstəyir bir dənə kvadda qaldıraq, bu köklər də getsin. 16 dənə kosinusun kvadratı x bərabərdir. Bunu kvadda qaldıranda 2-nin kvadratı 4, kök 5-in kvadratı 5, vuranda bir-birinə 20 dənə sinusun kvadratı x. Uşaqlar, yəni bu deməkdir ki, kosinusun kvadratı x 20 ilə mütənasibdir, yəni 20k'dır. Sinusun kvadratı x də 16 ilə mütənasibdir. Və siz də bilirsiniz də bunların cəmi 1-ə bərabər olmalı. Deməli, bunları toplasam cavab neçə olacaq? 1. Yəni 36k'nın cavabı neçədir? 1. Yəni k'mızın cavabı neçədir uşaqlar? 36-da 1'dir. İndi mənə k lazımdır, mənə a lazımdır. A da nə deməkdir? Məsələn, 4 bölü sinus x demək deyil. Və yaxud 2 kök 5 bölü kosinus x demək deyil. Bu daha yaxşı ifadədir. Sinus x-i tapaq burada. Uşaqlar, sinusun kvadratı x nəyə bərabər idi? 16k'ya. Sinusun kvadratı x bərabər idi. 16 vurulsun 1 bölü 36. Sinus x'in cavabı, bu elə bir 16 bölü 36'dır da. 4 bölü 6 və yaxud da 3'də 2. 3'də 2'nin müsbəti də ola bilər, mənfisi də ola bilər. Amma mən nəyə götürəcəm? Müsbəti. Niyə? Çünki birinci rübdən söhbət gedir ona görə. Deməli uşaqlar, sinus x'in cavabı neçədir? 3'də 2. Amma səndən A-nı istəyirəm. A-nın cavabı nədir? A-nın cavabı odur ki, 4'ü sinusun cavabına 3'də 2'yə böl. Bölmək, tərsinə vurmaq. Onun da cavabı neçədir? Cavabı oldu 6. Bu da 74. 74'dən sonra gəldik 75'e. Tangensin cəmin verib belə bir ifadə istəyir. Əlbəttə ki, tangensin cəmini görən kimi hasilini də onsuz da bilirik. Qoy bir dənə yazın bura. Cəmini görən kimi ağlımıza nə gəlir? Bu ifadəni kvadrata qaldırmaq. Uşaqlar, bax, niyə kvadrata qaldırıram? Tangensin kvadratı alfa ilə kotangensin kvadratı alfanın qiymətini tapmaq üçün. Başa düşürsünüz? Qaldıranda kvadrata birincinin kvadratı, ikincinin kvadratı və tangens alfa ilə kotangens alfanın hasilinin 2 misli. Bunun da cavabı nəyə bərabərdir? 9'a. Tangensin kvadratı alfa üstə gəlinsin, kotangensin kvadratı alfa üstə gəlinsin. Hasilimiz 1 idi axı. 1'i də 2'yə vurdum, 9. Aldım ki,
Bu ifadənin cavabı nəyə bərabərdir? 7-yə bərabərdir. Bu ifadə 7-dir. O uşağı, hansı uşaqları yakaram? Tangens alfa ilə kotangens alfanın cəmini 3 deyib. Burada 9 deyən uşaq mənim gözümə görsənməsin. Elə şey ola bilməz. Onu eləməyin. Yaxşı mı? Bəs bunları istəmir məndən. Belə bir kub istəyirdi. Müəllim, neyniyək? Neyniyək uşaqlar? Mən də sizdən soruşuram. Əlbəttə ki, müxtəsər vurma düsturu. Tangens alfa üstə gəlinsin kotangens alfanın cəmi. Yanında tangensin kvadrat alfa, kotangensin kvadrat alfa, bir də tangens alfa ilə kotangens alfanın yəni natamam qisməti, sadəcə hasili. Var mı bunun cavabı? 3. Bunların cavabı var mı? 7. Bunun cavabı var mı? 1. Yəni son cavab oldu 18. Bu da bizim oldu 75'imiz. 75'iniz de sağ olar. Uşaqlar 76'nı yazmaq istəmirəm. 76 da eynisindəndir da. İnşallah gözünüz... Yox, bütün sualları yazmışsınız. İmeni 76'dan ötürü bu videoya gəlmişsinizsə, baxırsınızsa, bir öncə 75'e baxsaz, tam orada izah eləmişəm. İnanıram sizə, inanıram ki 76'nı yazacaqsınız. Son 2 dənə sualımız qalıb, oyuna da bitiririk. Əslində birini yazsam, digəri eynisindəndir. Hə, 77'ni yazacaq, 78 sizlikdir. 77-ci sualda görək nə istəyir bizdən? Deyir ki, P-nin hansı müsbət qiymətində köklərdən biri sinüs olar, biri kosinüs olar. Kök. Mən həmişə uşaqlara deyirəm ki, köklərlə bağlı kvadrat tənlikdə bir şey varsa, birinci Viet teoremindən istifadə edəcəksiniz. Bəs yaxşı, Viet teoremi nə deyirdi? Viet teoremi deyirdi ki, köklərin hasili, altında şey yoxdur deyə yaxşı yaza bilmirəm, bir dən gözləyim. Viet teoremi deyirdi ki, köklərin hasili bərabərdir C-yə. Köklərin cəmi bərabərdir. Köklərin cəmi bərabərdir. Mənfi B-yə. Amma Viet bunu deyirdi ancaq çevrilmişlərdə. Yəni baş əmsal 1 olanda. Bəs yaxşı, baş əmsal 1 deyilsə, yox, bu xoşuma gəlmədi. Bəs yaxşı, baş əmsal 1 deyilsə, onda düstur nə olacaq? Onda bura C bölü A, B bölü A yazacaqsınız. Xahiş edirəm, ona diqqətli olun. Deməli, indi x1, x2 nə idi? Biri sinusdur, biri qoyuram yerinə. Deməli, sinus alfanı kosinus alfaya vuranda cavab olacaq C bölü A, yəni mənfi 3 bölü 8. Möhtəşəm. Bəs yaxşı, sinus alfa ilə kosinus alfanın qiyməti nədir? Mənfi B bölü A. Burada B'miz nədir? B'mizin əvəzində dayanıb, mənfi P. Amma sən nə yazacaqsan? Müsbət P. Çünki bu əksin götürməliyəm. P bölünsün, A'mız da 8. Müəllim, necə eləyəm? Necə eləyəcəksin? Əlində gül kimi cəm var. Mən də demişəm ki, cəm görsən qaldır kvadrata. Yəni bu ifadənin sağlı, sollu qaldıracam kvadrata. Birincinin kvadratı, ikincinin kvadratı və cəmin 2 misli. 2 dənə sinus alfa və kosinus alfa. O da bərabərdir. P kvadratı bölünsün 64. Uşaqlar, bunun qiyməti var mı bizdə? 1. 2 yerində qalır. Uşaqlar, hasilin qiyməti var mı? Bəli. Mənfi 3 bölü 8. O da bərabərdir. P kvadratı bölünsün 64. 1, 2'ni vuranda çıxılsın 4'də 3. Bərabərdir. P kvadratı bölü 64. Birdən 4'də 3 çıxanda 4'də 1 bərabərdir. P kvadratı 64. Kvadrat vardı. Çarpaz vursam 4P kvadratı, 24 niye yazdım? 64, P kvadratı 16. Uşaqlar, P kvadratı 16'dırsa, P ya 4'dür ya mənfi 4'dür. Məndən müsbətini istəyir. Ona görə cavab olacaq nə? 4. Sizin xətrinizə 78'i də yazacağım. Amma siz əgər videoya baxıb testi yazırsınızsa, xahiş edirəm. Burada videonu dayandırırsınız. 78'i özünüz yazırsınız, sonra mənimlə müqayisə edirsiniz. Yenə də eyni vəziyyətdir uşaqlar. Vietə görə köklər cəmi nəyə bərabərdir? Mənfi B-yə. Amma çevrilmiş olsaydı. Bu çevrilməyib deyə mənfi B bölü A yazıram. Hasilimizin əvəzində nə yazacağım? C yox, C bölü A. Bundan sonra x1, x2'dir, B'dir, A'dır. Hamısını yeni yazıram. Uşaqlar, burada da yəqin ki, A'nı, B'ni, C'ni görə bilirsən də. A nədir? A baş əmsaldır. Kvadratın yanında olan 9. B nədir? İkinci dəyişən var, x dəyişəni. Onun əmsalı, yəni mənfi P.
C nədir? X-in kvadratı və X-dan geriyə qalan nə var burada? -4. İşarəsi ilə bərabər götür. Bundan sonra cəmimizin sinus alfa üstə gəlinsin kosinus alfa. Uşaqlar nəyə bərabərdir? -B o deməkdir ki, burada duran nədirsə onun əksi. Yəni P/9. Sinus alfa vurulsun kosinus alfa bərabərdir. -4/-9. Yenə də cəmi götürürəm, qaldırıram kvadrata. Yenə də cəmi götürürəm, qaldırıram kvadrata. Birincinin kvadratı, üstə gəlinsin ikincinin kvadratı, üstə gəlinsin hasilin 2 misli. O da bərabərdir. P kvadratı bölünsün 81. Var mı bunun qiyməti? 1. Hasilimiz -9'a 4'dür. 2'ye vuranda -9'da 8 eləyir də, düzdür? P kvadratı bölünsün 81. P kvadratı bölünsün 81 bərabərdir. 1'dən 9'a 8 çıxanda 9'da 1. P kvadratımız 9. Deməli, P-nin cavabı ya müsbət 3'dür, ya da -3'dür. Deyəsən, yenə müsbət istəyirdi. Ona görə müsbət 3'ü götürəcəksiniz. Sağ olun uşaqlar. İnşallah növbəti videolarda görüşərik.